Bir sıra avtomobil modelləri tərtib etmiş gənc dizayner Ramil Nəcəfov Azərbaycan hərbi aviasiyası üçün yeni qırıcı təyyarə dizayn edib. Təyyarə digər ölkələrin istehsalı olan qırıcılardan bir sıra üstünlükləri ilə seçilir. Saatda 2500 km sürətə malik olacaq təyyarə vasitəsilə düşmənin mövqelərini 12 kilometrlik məsafədən dağıtmaq mümkün olacaq. Azərbaycanlı gənc dizayner Ramil Nəcəfov bu dəfə hərbi aviasiya üçün yeni bombardmançı qırıcı təyyarə dizaynı hazırlayıb. O, Xəz 747 adını verdiyi qırıcı təyyarənin digər ölkələrin istehsalı olan Su-27, F-16, F-35 qırıcılarından xeyli üstün olacağını iddia edir. Azərbaycana məxsus yeni bir hərbi təyyarədir. Bunun digər təyyarələrdən seçilməyində, texnologiyasında və onun müasir silahlanmaya malik olmasında bir yenilik var. 747 nəyə görə adlanır? Çünki bunun əslində 7, 4 və 7 rəqəmləri hər biri bunun xüsusi daşıyıcı bu bombalara malikdir. Tək pilotlu 2 mühərrikli təyyarə 3 yanacaq çəninə malikdir və azot yanacağı ilə reaktiv sürət yığa biləcək. 3 yanacaq çəni var. Məsələn, digər təyyarələrdə 1 yanacaq çəni və yaxud da 2 yanacaq çəni, ancaq bunda 3-dür. Havada maksimal sürəti 2500 km-dir. Məsələn, digər təyyarələrdə maksimal sürətini belə təxmini hesablasaq 1500-ə çıxır. Və bundan əlavə təyyarədə 8 ədəd nüvə bombası da yerləşdirmək olar. Qırıcı təyyarə qanadlarının alt hissəsində 30 mm-lik top, reaktiv lazer radara malik 6 raket daşıya bilər. Xəz 747 adlı təyyarənin pilotu 15 kilometrlik məsafədə rahatlıqla hava balonu olmadan nəfəs ala biləcək, təyyarə həmçinin radarlara da görünməyəcək. Təyyarədə xüsusi qoruyucu pərdələr də olacaq ki, bu da mühərrikə yaxınlaşan təhlükələrin qarşısını almağa imkan verəcək. R-4 bombaları var, nüvə bombaları. Bu düşmənin deyərdim ki, 12 kilometr məsafədə lazerini nişangah vasitəsilə hədəflərini müəyyən edir və həmin hədəfləri dağıtmaq gücünə malikdir. Ramil Nəcəfov layihəni yaxın vaxtda patentləşdirdikdən sonra Müdafiə Sənayesi Nazirliyinə təqdim edəcək.